Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı öldürülən səfirliyimizin əməkdaşı Orxan Əsgərovun atası Rizvan Əsgərov silahlı hücumu təşkil edən İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı məhkəmənin edam qərarının icra olunmasına münasibət bildirib. Bu qərarı bizim ailəmiz çoxdan gözləyirdik. Ailəmiz adından ölkə prezidenti özüm minnətdarlığımı bildirirəm ki, onun qəti mövqeyi olmasaydı, şübhəsiz ki, bu edam hökmü hələ uzanacaqdı. Edam hökmünün icrası hər halda bizim ailə, mənim özümün, ailəmiz üçün bir balaca təskinli oldu. Çünki biz həmişə özümüzü günahkar istəyirdik ki, övladımızın qatili azadlıqdadır, gəzir, azadlıqda gəzir. Bu mənada bir valideyn kimi, ailə üzvləri kimi özümüzü günahkar istəyirdik. Şükürlər olsun ki, artıq terrorçu öz layiqli cəzasını aldı və bu heç olmasa bizim ailəmizə, bizə bir balaca təskinlik gətirdi.